Hər biriniz xoş gəldiniz. 18 iyul ulduz xəritəsində əhəmiyyətli bir canlanmanı və gündəlik vərdişlərimizin axınını kökündən dəyişəcək təsirləri xəbər verir. Uğurlar. Qoç. Qoçlar üçün bu şənbə günü daxili bir oyanış və ətraf mühitlə münasibətləri yenidən tənzimləmə dövrüdür. Gökyüzünün dinamikası sizə deyir ki, artıq tələsməyi və hər şeyi bir anda idarə etməyə çalışmağı kənara qoymalısınız. Bugün atacağınız addımlar yaxın bir neçə ayın təməlini qoya bilər. Gəlin həyatınızın əsas sütunlarına birlikdə nəzər salaq, hisslərinizin vulkan kimi qaynadığı, lakin eyni zamanda bu enerjini haraya yönəldəcəyinizi tam bilmədiyiniz bir gündür. Əgər həyatınızda kimsə varsa, bugün partnyorunuzla münasibətdə mən deyil, biz deməyi öyrənmək üçün əla fürsətdir. Qoç bürcünün təbiətində olan o iddialı, bəzən bir qədər təbii hökmranlıq istəyi bugün qarşı tərəfdə kiçik qırılmalara səbəb ola bilər. Sakit tonda, səmimi bir söhbət bütün buzları əridəcək. Birgə gələcək planları qurmaq, bəlkə də heç vaxt açmadığınız mövzuları incəliklə müzakirə etmək üçün axşam saatları çox münasibdir. Subay qoçlar üçün isə bugün gözlənilməz qarşılaşmalar vəd edir. Amma bu qarşılaşma mütləq şəkildə yeni bir insanla olmaq məcburiyyətində deyil, köhnə bir tanışın sizə tam fərqli, cazibədar bir tərəfdən görünməsi də mümkündür. Qəlbinizin qapılarını dərhal açmasanız da, gələn siqnalları görməzdən gəlməyin. Hisslərinizdə tələskənliyə yox, zamana güvənin. Həftə sonu olmasına baxmayaraq, beyninizdə peşəkar fəaliyyətinizlə bağlı ideyalar fırlanmaqda davam edir. Şənbə günü karyera müstəvisində böyük və fiziki addımlar atmaq yerinə strateji planlama etmək sizin üçün daha faydalı olacaq. Son zamanlar üzərinizə götürdüyünüz öhdəliklərin ağırlığını hiss edirsinizsə, bugün işləri necə nümayəndə heyətinə bölüşdürəcəyinizi və ya daha səmərəli şəkildə necə qruplaşdıracağınızı düşünün. Yaradıcı layihələrlə məşğul olan qoçlar üçün ilham pərləri bugün olduqca cömərtdir. Ağlınıza gələn fərqli ideyaları mütləq bir kənara qeyd edin, onlar yaxın günlərdə rəhbərliyin və ya tərəfdaşlarınızın böyük marağına səbəb ola bilər. Əgər iş mühitində bəzi şəxslərlə aranızda soyuqluq varsa, bugün neytral və professional mövqe saxlamaq ən yaxşı strategiyadır. Fərdi gücünüzü nümayiş etdirmək üçün mübarizə aparmağa ehtiyac yoxdur. Zaten gördüyünüz işlər sizin əvəzinizə danışır. Bugün maliyyə məsələlərində soyuqqanlı realizm sizin şüarınız olmalıdır. Daxili impulsivliyiniz sizə gözəl, lakin tamamilə lazımsız əşyalar almağı diktə edə bilər. Alış-verişə çıxmazdan əvvəl özünüzə mütləq bu sualı verin. Buna həqiqətən hazırda ehtiyacım var, yoxsa sadəcə anlıq dopamin axtarışındayam? İnvestisiya planlarınız varsa, tələsik qərarlardan uzaq durun. Dost tanışın bunu al, mütləq qalxacaq tipli tövsiyələri bugün sizə qazanc deyil, ancaq itki gətirə bilər. Maliyyə analitikasını özünüz aparın və ya peşəkarlara müraciət edin. Ulduzlar göstərir ki, gəlirlərinizi artırmaq üçün yeni bir mənbə tapmaq ərəfəsindəsiniz. Bu, hobbinizin gəlir gətirən bir işə çevrilməsi və ya əlavə bir layihə təklifi ola bilər. Mövcud büdcənizi qorumaq isə bugün gələcək maliyyə azadlığınızın ən böyük zəmanətidir. Enerjiniz yüksək olsa da onu düzgün paylaya bilməmək axşama doğru sizi tamamilə tükənmiş hiss etdirə bilər. Qoç bürcləri fiziki gərginliyi sevir, lakin bugün bədəninizin sizə verdiyi siqnallara qulaq asmalısınız. Xüsusilə baş və boyun nahiyəsində gərginlik, migren tipli ağrılar baş qaldıra bilər. Bunun qarşısını almaq üçün su balansınızı normada saxlayın və kompüter və ya telefon ekranı qarşısında keçirdiyiniz vaxtı minimuma endirin. Açıq havada qısa, sakit bir gəzinti idman zalında ağır çəkilərlə məşq etməkdən daha çox bərpaedici təsir göstərəcək. Ruhən dincəlmək üçün meditasiya, nəfəs məşqləri və ya sadəcə sevdiyiniz bir musiqini dinləyərək tək qalmaq bugün daxili tarazlığınızı bərpa etməyə kömək edəcək. Yuxu rejiminə bu gecə xüsusi diqqət yetirin, gec saatlara qədər oyaq qalmamaq sabahki günə gümrah başlamağınızın açarıdır. Buğa. Buğalar üçün 18 iyul 2026-cı il daxili rahatlıq, ətrafı gözəlləşdirmək və uzun müddətli təhlükəsizlik axtarışlarının ön plana çıxdığı bir gündür. Torpaq ünsürünün bu sabit və etibarlı nümayəndələri bugün özlərini adi günlərdən daha təmkinli, lakin bir o qədər də qətiyyətli hiss edəcəklər. Gökyüzünün bugün sizə təqdim etdiyi enerjini doğru idarə etsəniz, həyatınızın bir çox sahəsində köklü və müsbət dəyişikliklərin əsasını qoya bilərsiniz. Bugün sevgi həyatınızda emosional dərinlik və güvən hissi hər şeydən üstün olacaq. Əgər uzun müddətli bir münasibətdəsinizsə, partnyorunuzla birlikdə gələcək planlarınızı, ortaq yaşayış sahənizi və ya evinizi necə daha rahat edə biləcəyinizi müzakirə etmək üçün mükəmməl bir zamandır. Münasibətdə romantikadan daha çox real dəstək, bir-birinizin çiyninə söykənə bilmək hissi ön plana çıxır.
Kiçik detallara fikir verməyiniz, partnyorunuzun heç kimə demədiyi gizli ehtiyaclarını hiss edib ona kiçik sürprizlər etməyiniz münasibətlərinizə xüsusi bir istilik qatacaq. Tək olan buğalar üçün isə bugün ulduzlar deyir ki, yeni bir sevgi macerasına qaçmaq yerinə əvvəlcə öz daxili dünyanızdakı yaraları sağaltmalısınız. Keçmişdən qalan və hələ də ürəyinizin bir küncündə dustaq olan xatirələrdən tamamilə azad olmadıqca həyatınıza daxil olacaq yeni insanlara qarşı soyuq və şübhəçi yanaşma ehtimalınız yüksəkdir. Bugün özünüzü sevməyə, öz bədəniniz və ruhunuzla barışmağa vaxt ayırın. Həqiqi sevgi siz öz daxili bütövlüyünüzü tapdıqdan sonra heç gözləmədiyiniz bir anda qapınızı döyəcək. Qarşı cinslə ünsiyyətdə təbii olun və süni rollara girməyin. Peşəkar fəaliyyət sahəsində bu şənbə günü sizin üçün analiz və təmizlik günüdür. Son zamanlar üzərinizdə yığılıb qalan işləri, yarımçıq sənədləri və ya həll olunmamış məsələləri qaydaya salmaq üçün əla fürsətdir. Buğalar tələsməyi sevmirlər və bugün ulduzlar da sizin bu tempinizi dəstəkləyir. İşlərinizi addımla-addım, böyük bir diqqətlə görmək sizə həm keyfiyyət qazandıracaq, həm də rəhbərliyin gözündə etibarlılığınızı bir daha sübut edəcək. Eyni zamanda, iş mühitində bəzi həmkarlarınızın manipulyativ hərəkətləri ilə qarşılaşa bilərsiniz. Belə anlarda emosional reaksiyalar vermək yerinə soyuqqanlılığınızı qoruyun və faktlara əsaslanaraq danışın. Sizin bu prinsipial və dik duruşunuz hər hansı bir intriqanın dərhal sönməsinə səbəb olacaq. Yeni layihələrə başlamaq üçün bugün bir qədər erkəndir. Mövcud mövqeyinizi möhkəmləndirmək və gələcəkdə atacağınız addımların planını cızmaq ən doğru strategiyadır. Əgər öz işinizi qurmaq və ya mövcud fəaliyyət sahənizi genişləndirmək istəyirsinizsə, bugün bazarı dərindən araşdırmaq və rəqiblərin zəif tərəflərini öyrənmək üçün əlverişli məlumatlar əldə edə bilərsiniz. Maliyyə baxımından buğalar üçün olduqca maraqlı bir gün yaşanır. Pullarınızı necə idarə etdiyinizi yenidən nəzərdən keçirməli olacaqsınız. Bugün böyük risklər etmək, tanımadığınız sahələrə pul yatırmaq və ya borc vermək qətiyyən tövsiyə olunmur. Ulduzlar xəbərdarlıq edir ki, asan və tez yoldan qazanc vəd edən təkliflər arxasında böyük risklər gizlədə bilər. Bunun əvəzinə uzun müddətli yığımlarınıza, qənaət planlarınıza və ya daşınmaz əmlakla bağlı məsələlərə diqqət yetirin. Eviniz üçün edəcəyiniz xırda, lakin faydalı alış-verişlər büdcənizi sarsıtmayacaq, əksinə sizə daxili bir hüzur bəxş edəcək. Günün ikinci yarısında gözlənilməz kiçik bir məsrəf ortaya çıxa bilər, lakin bu, sizin ümumi maliyyə balansınızı pozmayacaq. Gəlirlərinizi artırmaq üçün fərqli yollar axtarırsınızsa, bugün daxili intuisiyanıza güvənin çox səmərəli və az riskli bir ideya beyninizdə işıqlana bilər. Pulun sizin üçün sadəcə bir kağız parçası deyil, həm də azadlıq və təhlükəsizlik demək olduğunu unudub lazımsız xəsislik etməyin, amma israfçılıqdan da uzaq durun. Bugün fiziki sağlamlığınız birbaşa olaraq emosional vəziyyətinizlə bağlı olacaq. Daxili gərginlik və ya gizli narahatlıqlar özünü boğaz nahiyəsində həssaslıq, səs tellərinin yorulması və ya boyun əzələlərində sərtlik kimi büruzə verə bilər. Soyuq içkilərdən və kondisionerli mühitlərdən uzaq durmağa çalışın. Bədəninizin dincəlməyə və torpaqla təmasa ehtiyacı var. Əgər imkanınız varsa, bu şənbə gününü təbiət qoynunda, parkda və ya sadəcə bağda keçirin. Ayakyalın otların üzərində gəzmək daxili gərginliyinizi torpağa ötürməyə kömək edəcək. Qidalanma rejiminizə də xüsusi diqqət yetirməlisiniz. Buğaların yeməyə olan sevgisi bəzən həddi aşmağa səbəb olur. Ağır, yağlı və şəkərli qidalardan uzaq duraraq bədəninizi yüngülləşdirin. Mövsümi meyvələr, tərəvəzlər və bol su bugün sizin ən yaxşı dostunuz olmalıdır. Ruhunuzu dinləndirmək üçün isə sevdiyiniz bir filmi izləmək və ya sakitləşdirici ətirli şamların işığında vanna qəbul etmək günün bütün yorğunluğunu üzərinizdən götürəcək. Əkizlər. Əkizlər üçün 18 iyul 2026-cı il zehni fəallığın, ünsiyyət axınının və yeni ideyaların partlayış yaşadığı bir şənbə günüdür. Hava ünsürünün bu maraqlı və yerində dursa da beyni heç vaxt dayanmayan nümayəndələri bugün özlərini eyni vaxtda bir neçə yerdə olmaq, hər kəslə danışmaq və bütün yenilikləri öyrənmək istəyən bir vəziyyətdə tapa bilərlər. Gökyüzünün sürətli dinamikası sizin daxili ritminizlə tam üst-üstə düşür, lakin enerjini dağıtmamaq üçün diqqətli olmalısınız. Bugün sevgi həyatınızda intellektual bağ və şirin zarafatlar ön plana çıxır. Əgər həyatınızda kimsə varsa, onunla uzun-uzadı fəlsəfi söhbətlər etmək, gələcək layihələri müzakirə etmək və ya sadəcə yumor hissinizi bölüşmək aranızdakı bağı inanılmaz dərəcədə gücləndirəcək. Sizin üçün sevgi təkcə fiziki yaxınlıq deyil, həm də zehni tərəfdaşlıqdır və bugün partnyorunuzun bu ehtiyacınızı tam qarşıladığını hiss edə bilərsiniz. Lakin kiçik bir xəbərdarlıq. Diqqətinizin tez-tez dağılması və eyni anda həm telefonla oynayıb, həm də partnyorunuzu dinləməyə çalışmanız qarşı tərəfdə ona dəyər vermədiyiniz təəssüratını yarada bilər.
Danışarkən və ya dinləyərkən tamamilə orada olmağa çalışın. Subay əkslər üçün bugün gözlənilməz mesajlar, virtual aləmdə maraqlı dialoqlar və ya dost məclislərində cəlbedici bir insanla tanışlıq ehtimalı olduqca yüksəkdir. Sözlərdən istifadə etmək bacarığınız bugün ən böyük silahınızdır. Bir neçə ağıllı və yumoristik cümlə ilə qarşınızdakı insanın diqqətini dərhal özünüzə çəkə bilərsiniz. Yenə də hər şeyin sürətlə başlamasına icazə verdiyiniz kimi, eyni sürətlə də soyumamasına diqqət edin. Münasibətlərdə dərinləşməkdən qorxmayın. Həftə sonu olsa da, bugün ağlınıza gələn fərqli konseptlər və layihələr yaxın gələcəkdə iş həyatınızda böyük bir sıçrayış etmənizə şərait yarada bilər. Yazıçılıq, marketinq, sosial media, edə və ya təhsil sahəsində çalışan əkslər üçün bugün əsl beyin fırtınası günüdür. Əgər yarımçıq qalmış təqdimatlarınız və ya yazmalı olduğunuz mətnlər varsa, bugün onları bitirmək üçün lazımi konsentrasiyanı tapa bilərsiniz. İşgüzar tərəfdaşlarınızla və ya həmkarlarınızla bugün edəcəyiniz qeyri-rəsmi söhbətlər gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin hazırlaya bilər. Şəbəkələşmə, networking bacarığınız bugün zirvədədir. Lakin bu qədər çox ideyanın içində itib batmamaq üçün prioritetlərinizi düzgün müəyyənləşdirin. Hər işə eyni anda başlamaq istəyi günün sonunda heç bir işi tam bitirə bilməməyinizlə nəticələnə bilər. Qeydlər aparın, plan hazırlayın və addım-addım irəliləyin. Tənqidlərə qarşı dözümlü olun. Ətrafınızdakilərin sizə verdiyi bəzi məsləhətlər layihələrinizdəki boşluqları doldurmaq üçün faydalı ola bilər. Maliyyə sahəsində bugün bir qədər ehtiyatlı olmaq tələb olunur. Tez həyəcanlanan təbiətiniz sizi internet üzərindən lazımsız texnoloji gadgetlər, kitablar və ya sadəcə anlıq maraq doğuran dərslər almağa sövq edə bilər. Bu xərclər tək-tək kiçik görünsə də, ümumilikdə büdcənizdə ciddi bir boşluq yarada bilər. Alış-veriş etmədən əvvəl bir neçə saat gözləyin. Əgər hələ də eyni istəyi hiss edirsinizsə, o zaman qərar verin. İnvestisiya məsələlərində isə bugün yalnız öz araşdırmalarınıza güvənin. Kriptovalyuta və ya digər sürətli dəyişən bazarlarda emosional qərarlarla hərəkət etmək itkilərə səbəb ola bilər. Yaxın gələcəkdə daxil olması gözlənilən bir pul və ya gözlədiyiniz bir ödəniş gecikə bilər. Narahat olmayın. Bu müvəqqəti bir prosesdir. Maliyyə vəziyyətinizi sabit saxlamaq üçün gəlir və çıxarlarınızın dəqiq balansını tutun. Əgər əlavə gəlir əldə etmək istəyirsinizsə, öz dil və ya texnoloji biliklərinizi freelance layihələrdə necə tətbiq edə biləcəyinizi düşünün. Həddindən artıq zehni fəaliyyət bugün sinir sisteminizin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Baş ağrıları, yuxusuzluq və ya diqqəti cəmləməkdə çətinlik bu yüklənmənin əlamətləridir. Bədəninizin sönməyə və dincəlməyə ehtiyacı var. Bugün rəqəmsal detoks etmək, ən azı bir neçə saatlıq sosial şəbəkələrdən, xəbərlərdən və mesajlardan uzaq durmaq sinir sisteminizə möcüzəvi şəkildə təsir edəcək. Ağciyərləriniz və tənəffüs yollarınız bugün xüsusilə həssas ola bilər. Havasız otaqlarda uzun müddət qalmamağa, tez-tez təmiz havaya çıxmağa çalışın. Həmçinin qaçış, velosiped sürmək və ya sadəcə sürətli templə gəzmək kimi bədəndəki artıq adrenalini atacaq fiziki fəaliyyətlərə üstünlük verin. Axşam saatlarında isə zehninizi sakitləşdirmək üçün bitki çayları, xüsusilə çoban yastığı və ya melisa içmək və yüngül, dincəldici bir kitab oxumaq yuxu keyfiyyətinizi əhəmiyyətli dərəcədə artıracaq. Xərçəng. Xərçənglər üçün 18 iyul 2026-cı il tamamilə hisslərə güvənmək, daxili aləmə boylanmaq və doğma insanların əhatəsində hüzur tapmaq günüdür. Su ünsürünün bu həssas, şəfqətli və qoruyucu nümayəndələri bu şənbə günü özlərini həm daxilən çox güclü, həm də ətrafdakı insanların enerjisinə qarşı son dərəcə həssas hiss edə bilərlər. Göy üzü bugün sizə öz daxili evinizi, yəni ruhunuzu və eyni zamanda fiziki olaraq yaşadığınız məkanı nizamlamaq üçün gözəl fürsətlər təqdim edir. Bugün sevgi həyatınızda emosional təhlükəsizlik və səmimiyyət axtarışı pik həddə çatacaq. Əgər uzun müddətli bir münasibətdəsinizsə, partnyorunuzla birlikdə evdə sakit bir axşam keçirmək, dadlı bir şam yeməyi hazırlamaq və ya köhnə albomlara, şirin xatirələrə nəzər salmaq aranızdakı bağları daha da dərinləşdirəcək. Bugün sizə sadəcə ehtiras deyil, ruhən anlaşıldığınızı hiss etmək lazımdır. Partnyorunuza qayğı göstərmək, onun ehtiyaclarını anlamaq bacarığınız bugün münasibətin ən çətin düyünlərini belə asanlıqla açacaq, lakin həssaslığınızın bəzən alınqanlığa çevrilməməsinə diqqət edin. Qarşı tərəfin kiçik bir zarafatını və ya dalğınlığını özünüzə qarşı soyuqluq kimi qəbul edib daxili qabığınıza çəkilməyin. Açıq və şikayətsiz ünsiyyət hər şeyin açarıdır. Subay xərçənglər üçün isə bugün ulduzlar çox maraqlı bir dönəmin başlanğıcını xəbər verir. Ola bilsin ki, uzun müddətdir platonik olaraq bəyəndiyiniz və ya uzaqdan izlədiyiniz bir şəxsdən gözlənilməz bir reaksiya, isti bir ismarış gəlsin.
Bugün daxili intuisiyanız inanılmaz dərəcədə güclüdür. Kimin səmimi olduğunu, kimin isə sadəcə oyun oynadığını ilk baxışdan hiss edəcəksiniz. Hisslərinizə güvənin və ürəyinizi dərhal hər kəsə açmasanız da, həqiqətən dəyərli olan insanlara şans verməkdən qorxmayın. Peşəkar sahədə bu şənbə günü fəal işləməkdənsə, gələcək layihələrinizi daxili süzgəcdən keçirmək üçün daha əlverişlidir. Əgər bugün işləməli olsanız, kollektiv işlərdənsə fərdi fəaliyyətə, sakit bir güşədə öz işlərinizi nizamlamağa üstünlük verin. İnsanlarla çox sıx ünsiyyətdə olmaq enerjinizi sürətlə tükədə bilər. Xüsusilə iş mühitindəki gizli intriqalardan və qeybətlərdən uzaq durmağa çalışın. Bugün neytral qalmaq sizin ən güclü qalxanınızdır. Yaradıcı sahədə fəaliyyət göstərən, dizayn, yazı və ya insan psixologiyası ilə məşğul olan xərçənglər üçün bugün inanılmaz dərəcədə məhsuldar ola bilər. Daxili duyğularınızı, empatiyanızı işinizə əks etdirərək möhtəşəm nəticələr əldə edə bilərsiniz. Əgər karyeranızda mühüm bir dəyişiklik etmək, bəlkə də yeni bir sahəyə keçmək barədə düşünürsünüzsə, bugün ağlınıza gələn fikirləri bir kənara yazın. Hələ ki, bunları rəsmi şəkildə elan etmək üçün tələsməyin, amma hazırlıq mərhələsinə başlamaq üçün şərait idealdır. Maliyyə baxımından bugün daxili qoruyuculuq instinktiniz özünü göstərəcək. Pulunuzu qorumaq, yığım etmək və lazımsız xərclərdən qaçmaq istəyi üstünlük təşkil edəcək. Bu, əslində çox yaxşı bir haldır, çünki ulduzlar da bu dövrdə plansız xərclərin sizin gələcək büdcə nizamınızı poza biləcəyini göstərir. Eviniz və ailəniz üçün edəcəyiniz faydalı alış-verişlər istisna olmaqla, lüks və ya sırf anlıq həvəslərlə bağlı olan xərcləri təxirə salın. İnvestisiya planları qurarkən daxili səsinizə mütləq qulaq asın. Əgər daxilən hər hansı bir sövdələşməyə qarşı şübhə və ya narahatlıq hiss edirsinizsə, digər insanlar nə qədər təkid etsə də o işə girməyin. Sizin intuisiyanız ən dəqiq riyazi hesablamalardan daha doğru işləyir. Yaxın gələcəkdə ailə daxilində və ya yaxın qohumlarla bağlı kiçik bir maliyyə dəstəyi mövzusu gündəmə gələ bilər. Bu mövzuda əliaçıq olmaq istəsəniz də öz şəxsi büdcə sərhədlərinizi və gələcək ehtiyaclarınızı unutmadan qərar verməyiniz vacibdir. Bugün fiziki və psixoloji sağlamlığınız birbaşa olaraq həzm sisteminizlə və daxili hüzurunuzla bağlıdır. Emosional olaraq gərgin olduğunuz anlarda mədəninizdə ağırlıq və ya həzm problemləri hiss edə bilərsiniz. Buna görə də bugün qidalanmanıza xüsusi diqqət yetirməli, ağır, yağlı və ya həddindən artıq ədviyyatlı yeməklərdən qaçmalısınız. Maye qəbuluna, xüsusilə bitki çaylarına və təmiz suya üstünlük vermək bədəninizi çox rahatladacaq. Su ünsürünün nümayəndəsi olduğunuz üçün su ilə təmas bugün sizin üçün ən yaxşı terapiya olacaq. Uzun bir duş qəbul etmək, imkan varsa dəniz kənarında gəzişmək və ya sadəcə su səsinə qulaq asmaq daxili gərginliyinizi tamamilə aradan qaldıracaq. Ruhən dincəlmək üçün evinizdə sakit, heç kimin sizi narahat etməyəcəyi bir künc yaradın. Yarım saatlıq bir sükut və ya meditasiya sinir sisteminizi yenidən bərpa edəcək və növbəti günlərə daha gümrah, pozitiv başlamağınıza kömək edəcək. Şiir. Şirlər üçün 18 iyul 2026-cı il şəxsi parıltının, yaradıcı gücün və daxili liderliyin ön plana çıxdığı möhtəşəm bir şənbə günüdür. Od ünsürünün bu cəsarətli, qürurlu və istiqanlı nümayəndələri bugün girdikləri hər mühitdə diqqət mərkəzində olmağı, sözlərinin çəkisini hiss etdirməyi bacaracaqlar. Göy üzünün günəşli enerjisi sizin daxili işığınızla birləşərək ətrafınızdakı insanlara ilham vermək və motivasiya etmək üçün sizə böyük bir güc bəxş edir. Lakin bu gücü ego müharibələrinə deyil, qurucu və yaradıcı işlərə yönəltmək günün ən böyük sirridir. Bugün sevgi həyatınızda ehtiras, jestlər və qarşılıqlı heyranlıq hissləri zirvədə olacaq. Əgər həyatınızda kimsə varsa, bugün partnyorunuzdan xüsusi diqqət, sevgi və tərif eşitmək istəyiniz arta bilər. Şir bürcləri üçün bəyənilmək və dəyər görmək çox vacibdir. Bugün partnyorunuzun sizə qarşı olan münasibətində bu səmimiyyəti axtaracaqsınız. Öz növbənizdə siz də qarşı tərəfə qarşı son dərəcə əliaçıq, istiqanlı və qoruyucu olacaqsınız. Birlikdə şən, dinamik və rəngli bir gün keçirmək, bəlkə də şəhərin ən prestijli yerində şam yeməyinə çıxmaq və ya maraqlı bir tədbirə qatılmaq münasibətlərinizə yeni bir nəfəs gətirəcək. Yeganə xəbərdarlıq. Hər şeyin mərkəzində yalnız öz istək və qərarlarınızın olmasını tələb etməyin. Partnyorunuzun da fikirlərini dinləmək və ortaq məxrəcə gəlmək münasibətin harmoniyasını qoruyacaq. Subay şirlər üçün isə bugün əsl ov mövsümüdür. Cazibənizin və özünə inamınızın ən yüksək həddə olduğu bu gündə qarşı cinsin nəzərlərini üzərinizə çəkmək sizin üçün uşaq oyuncağı olacaq. Yeni bir tanışlıq, sosial şəbəkələrdə cəlbedici bir yazışma və ya dost məclisində alovlanan baxışlar tezliklə böyük bir eşq macərasına çevrilə bilər. Hisslərinizi gizlətməyin, səmimi və cəsarətli olun. Amma qarşınızdakı insanın da duyğularına hörmətlə yanaşın, sadəcə öz egonuzu təmin etmək üçün kiməsə ümid verməkdən uzaq durun.
Peşəkar fəaliyyət müstəvisində bu şənbə günü sizin üçün rəhbərlik keyfiyyətlərinizi və fərdi istedadlarınızı nümayiş etdirmək üçün əla fürsətdir. Həftə sonu olmasına baxmayaraq, əgər iş başındasınızsa, kollektivi arxanızca aparmaq, böhran anlarında düzgün qərarlar vermək və layihələrdə aparıcı rol oynamaq sizin üçün çox asan olacaq. Yaradıcı ideyalarınız rəhbərliyin və ya tərəfdaşlarınızın diqqətini dərhal cəlb edəcək. Şir bürcləri təbii olaraq səhnədə olmağı sevir və bugün sizin gördüyünüz işlərin təqdimatı, çıxışlarınız və ya təklifləriniz yüksək qiymətləndiriləcək. Əgər bugün istirahət edirsinizsə, daxili ambisiyalarınızı gələcək karyera hədəflərinizi planlamağa yönəldin. Öz brendinizi yaratmaq, sosial mediada fəallığınızı artırmaq və ya şəxsi inkişafınız üçün yeni bir təlim proqramına qatılmaq barədə düşünün. İş mühitində baş verə biləcək kiçik rəqabətlərə və ya qısqanclıqlara qarşı kübar və məsafəli mövqe saxlayın. Sizin ucalığınız və peşəkarlığınız hər hansı bir xırda intriqanı dərhal zərərsizləşdirəcək. Öz gücünüzə inanın, lakin əməkdaşlığa da qapılarınızı tam bağlamayın. Maliyyə məsələlərində bugün ulduzlar sizi həm sevindirəcək, həm də ciddi şəkildə xəbərdar edəcək. Gəlirlərinizin artması, bəlkə də gözlənilməz bir mükafat, keçmiş layihədən gələn ödəniş və ya dəyərli bir hədiyyə almaq ehtimalınız var, lakin pulun gəlişi ilə birlikdə şirlərin o məşhur əliaçıqlığı və lüksə olan sevgisi də baş qaldıra bilər. Özünüz və sevdiyiniz insanlar üçün bahalı alış-verişlər etmək, brend geyimlərə və ya dəbdəbəli əyləncələrə böyük məbləğlər xərcləmək istəyəcəksiniz. Maliyyə azadlığınızı qorumaq üçün bugün bir qədər təmkinli olmalısınız. Həyat bir dəfə verilir fəlsəfəsi ilə hərəkət edib büdcənizdə ciddi boşluqlar yaratmayın. Gələcək investisiyalar, uzun müddətli yığımlar və ya aktivlərinizin şaxələndirilməsi barədə düşünmək üçün əla vaxtdır. Əgər bir biznes qurmaq və ya mövcud işinizə investisiya etmək istəyirsinizsə, riskləri dərindən hesablayın və emosional qərarlardan qaçın. Maliyyə intizamı bugün sizin gələcək firavanlığınızın ən böyük zəmanətidir. Bugün fiziki enerjiniz və daxili motivasiyanız olduqca yüksəkdir. Şir bürcləri adətən güclü bədən quruluşuna və yüksək dözümlülüyə malikdirlər. Lakin bu yüksək enerji bəzən ürək-damar sisteminizin və onurğanızın həddindən artıq yüklənməsinə səbəb ola bilər. Ağır fiziki işlərdən və ya idman zalında özünüzü həddindən artıq zorlamaqdan uzaq durun. Xüsusilə bel və onurğa nahiyənizi qoruyun, kəskin hərəkətlər etməməyə çalışın. Günəş işığı və təmiz hava bugün sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Günün müəyyən bir hissəsini açıq havada keçirmək, yüngül qaçış etmək və ya dostlarla açıq havada voleybol, tenis kimi aktiv oyunlar oynamaq daxili gərginliyinizi atmağa kömək edəcək. Qidalanmada isə ürəyinizi yoracaq çox yağlı, ağır və yüksək xolesterollu yeməklərdən qaçın. Mövsümi tərəvəzlər, yüngül proteinlər və bol su bədəninizin fəaliyyətini tam tənzimləyəcək. Axşam saatlarında isə özünüzü şımartmaq üçün isti, ətirli duş və dincəldici masaj günün mükəmməl sonluğu olacaq. Qız bürcləri üçün 18 iyul 2026-cı il zehni aydınlıq, detallara fokuslanma və həm daxili, həm də xarici dünyanı qaydaya salmaq üçün mükəmməl bir şənbə günüdür. Torpaq ünsürünün bu analitik, zəhmətkeş və intizamlı nümayəndələri bugün özlərini hər zamankından daha səmərəli və faydalı hiss edəcəklər. Gökyüzünün enerjisi sizə xaotik görünən məsələləri asanlıqla sistemləşdirmək, həyatınızdakı artıq yüklərdən azad olmaq və gələcəyə doğru daha təmiz addımlarla irəliləmək imkanı verir. Bugün sevgi həyatınızda realizm, səmimiyyət və kiçik, lakin mənalı jestlər ön plandadır. Qız bürcləri sevgilərini böyük və səs-küylü şəkildə nümayiş etdirməkdənsə, qarşı tərəfin həyatını asanlaşdıraraq, onun ehtiyaclarını səssizcə qarşılayaraq göstərməyi sevirlər. Əgər münasibətiniz varsa, partnyorunuzun sizə kömək etməsi, birgə ev işləri ilə məşğul olmaq və ya gündəlik qayğıları bölüşmək aranızda fərqli və isti bir bağ yaradacaq. Bugün bir-birinizə qarşı son dərəcə dürüst olmaq və gələcək birgə planları ən xırda detalına qədər müzakirə etmək üçün idealdır. Lakin daxili tənqidçi səsinizin bugün çox yüksək tonla danışmamasına diqqət edin. Partnyorunuzun etdiyi xırda səhvləri, dağınıqlığı və ya plansızlığını böyüdərək günü gərginləşdirməyin. Unutmayın ki, heç kim mükəmməl deyil və sevgidə bəzi qüsurları görməzdən gəlmək münasibətin ömrünü uzadır. Subay qızlar üçün isə bugün intellektual səviyyədə bir əlaqə qurmaq ehtimalı olduqca yüksəkdir. Sizi sadəcə xarici görünüşü ilə deyil, düşüncə tərzi, həyata baxışı və savadı ilə valeh edə biləcək bir insanla tanış ola bilərsiniz. Bu tanışlıq bir kitab mağazasında, elmi seminarda, iş mühitində və ya ciddi bir rəqəmsal platformada baş tuta bilər. Qarşınızdakı insanla danışarkən özünüzü sıxmayın, biliklərinizi bölüşməkdən çəkinməyin.
Amma münasibətlərdə hər şeyi dərhal məntiqlə analiz etməyə çalışmayın, bəzən sadəcə hisslərin axarına buraxılmaq ən gözəl nəticələri verir. Peşəkar fəaliyyətinizdə bu şənbə günü sizin ən güclü tərəflərinizin üzə çıxacağı bir dövrdür. Qız bürclərinin malik olduğu təşkilatçılıq və planlaşdırma qabiliyyəti bugün zirvədə olacaq. Əgər bugün işləyirsinizsə və ya fərdi layihələriniz üzərində çalışırsınızsa, heç kimin görə bilmədiyi xətaları dərhal tapacaq, mürəkkəb sənədləşmə işlərini asanlıqla qaydaya salacaqsınız. Həmkarlarınızın və ya müştərilərinizin rəğbətini qazanmaq bugün sizin üçün çox asan olacaq, çünki təqdim etdiyiniz işlərin keyfiyyəti heç bir şübhə yeri qoymayacaq. Əgər bugün istirahət edirsinizsə, daxili nizam-intizam ehtiyacınızı öz şəxsi inkişafınıza yönəldin. Uzun müddətdir oxumaq istədiyiniz elmi materialları nəzərdən keçirin, xarici dil biliklərinizi təkmilləşdirin və ya peşəkar sahənizlə bağlı yeni texnologiyaları öyrənməyə başlayın. İş mühitində sizin fərdi fədakarlığınızdan sui-istifadə etmək istəyən insanlara qarşı qətiyyətli xeyr deməyi öyrənin. Öz zəhmətinizin və vaxtınızın dəyərini bilin. Siz öz işinizi hər kəsdən yaxşı görürsünüz, buna görə də layiq olduğunuz hörməti tələb etmək tam haqqınızdır. Maliyyə sahəsində qız bürcləri hər zaman ehtiyatlı və hesablamağı sevən tərəfdə olurlar. Bugün ulduzlar sizin bu rasional yanaşmanızı tamamilə dəstəkləyir. Büdcənizi yenidən nəzərdən keçirmək, gələcək ayların gəlir və çıxarlarını hesablamaq və lazımsız xərc maddələrini ixtisar etmək üçün əla gündür. Bugün edəcəyiniz maliyyə təhlili sizə yaxın gələcəkdə böyük bir rahatlıq qazandıracaq. Alış-veriş məsələsində yalnız keyfiyyətli, uzunömürlü və həqiqətən faydalı olan əşyalara investisiya etməyə çalışın. Ucuz ətin şorbası olmaz prinsipi bugün sizin alış-veriş şüarınız ola bilər. Ucuz, lakin keyfiyyətsiz məhsullar almaqdansa bir qədər baha, lakin dözümlü olanlara üstünlük verin. İnvestisiya təkliflərinə gəlincə, bugün qarşınıza çıxan layihələri çox ciddi araşdıracaqsınız və ulduzlar göstərir ki, sizin bu şübhəçiliyiniz sizi böyük bir maliyyə səhvindən qoruyacaq. Gözlədiyiniz kiçik bir borcun qaytarılması və ya keçmiş işinizdən qalan qalıq ödənişin kartınıza daxil olması bugün əhvalınızı xeyli yüksəldə bilər. Sağlamlıq mövzusu qız bürcləri üçün hər zaman ən həssas sahələrdən biridir. Bugün fiziki durumunuza və bədəninizin ötürdüyü siqnallara qarşı xüsusilə diqqətli olmalısınız. Zehni olaraq hər şeyi idarə etməyə çalışmaq daxili gərginlik yaradaraq ilk növbədə həzm sisteminizə və bağırsaqlarınıza mənfi təsir göstərə bilər. Həyəcan və narahatlıq hiss etdiyiniz anlarda düzgün nəfəs məşqləri etmək bədəninizi dərhal sakitləşdirəcək. Qidalanma rejiminizdə lifli qidalara, təbii qatıqlara, mövsümi tərəvəzlərə və bol suya üstünlük verin. Süni qatqılı, fast food tipli qidalar bugün bədəninizdə ciddi diskomfort yarada bilər. Fiziki olaraq isə özünüzü çox yormayan, lakin əzələləri işlədən pilates, yoga və ya uzun müddətli tempdə piyada gəzintilərə üstünlük verin. Evinizi tamamilə təmizləmək, artıq əşyalardan qurtulmaq və otaqların havasını dəyişmək də sizə daxili bir yüngüllük və psixoloji təmizlik bəxş edəcək. Ruhunuzu dincəltmək üçün isə axşam saatlarında klassik musiqi dinləmək və ya sakitləşdirici bir çay içərək tək qalmaq ən yaxşı bərpa üsuludur. Tərəzi. Tərəzilər üçün 18 iyul 2026-cı il harmoniya, estetik gözəlliklər və sosial münasibətləri yenidən tənzimləmək üçün son dərəcə əlverişli bir şənbə günüdür. Hava ünsürünün bu zərif, diplomatik və ədalət axtarışında olan nümayəndələri bugün daxili tərəzilərini tarazlaşdırmaqda çətinlik çəkməyəcəklər. Göy üzünün yumşaq enerjisi sizə həm özünüzlə, həm də ətrafınızdakı insanlarla ortaq dil tapmaq, küsülülüklərə son qoymaq və həyatınıza vizual hüzur gətirmək üçün gözəl imkanlar təqdim edir. Bugün sevgi həyatınızda qarşılıqlı hörmət, estetik zövqlər və romantik hisslər ön plandadır. Əgər həyatınızda kimsə varsa, bugün partnyorunuzla birlikdə sənət, musiqi və ya gözəllik dolu bir gün keçirmək üçün idealdır. Birlikdə bir sərgi salonuna getmək, şik bir kafedə xoş söhbət etmək və ya sadəcə evinizdə estetik bir künc hazırlayaraq romantik musiqi sədaları altında vaxt keçirmək münasibətlərinizə xüsusi bir rəng qatacaq. Münasibətdə qarşı tərəfin dəyər verdiyini hiss etmək sizin daxili güvən hissinizi artıracaq. Siz də öz növbənizdə partnyorunuzu dinləməyə, onun problemlərini anlamağa və ona diplomatik, sakitləşdirici məsləhətlər verməyə çox həvəsli olacaqsınız. Yeganə diqqət etməli olduğunuz məqam, hər kəs yaxşı olsun, heç kim inciməsin, düşüncəsi ilə öz şəxsi istəklərinizdən və sərhədlərinizdən vaz keçməməkdir. Münasibətdə kompromis yaxşıdır, lakin o bir tərəfli olmamalıdır. Subay tərəzilər üçün isə bugün flört, yeni tanışlıqlar və sosial mühitlərdə parıldamaq şansı olduqca yüksəkdir. Zərif tərziniz, şirin diliniz və təbii cazibəniz ətrafdakıların diqqətini maqnit kimi özünə çəkəcək.
Bugün baş tutacak yeni bir tanışlık sadece fiziki cəlbedicilik üzerinde değil, derin intellektual ve estetik ortak değerler üzerinde kurulabilir. Həyatınıza yeni daxil olacaq bir şəxslə uzun müddət davam edəcək möhkəm dostluğun və ya gözəl bir eşq macərasının təməli bugün atıla bilər. Özünüzü sərbəst buraxın və anın dadını çıxarın. Peşəkar müstəvidə bu şənbə günü sizin üçün əməkdaşlıq, şəbəkələşmə, networking və ortaq layihələr günüdür. Əgər bugün işləyirsinizsə, tək başına mübarizə aparmaq yerinə komanda ilə birlikdə hərəkət etmək sizə daha böyük uğur qazandıracaq. Tərəzi bürcləri təbii vasitəçi və diplomatdırlar. İş mühitində iki tərəf arasında yaranan anlaşılmazlığı və ya münaqişəni dərhal həll etmək, hər kəsi razı salacaq ortaq məxrəc tapmaq bugün sizin üçün çox asan olacaq. Bu bacarığınız rəhbərliyin və tərəfdaşlarınızın diqqətindən qaçmayacaq. Dizayn, arxitektura, gözəllik, hüquq və ya xalqla əlaqələr, para sahələrində çalışan tərəzilər üçün bugün son dərəcə məhsuldar və uğurlu ideyaların yarandığı bir dövrdür. Karyeranızda gələcək addımları planlayarkən özünüzə qarşı tam səmimi olun. Əgər hazırki mövqeyiniz sizi ruhən və vizual olaraq təmin etmirsə, bu vəziyyəti dəyişmək üçün hansı təlimlərə qatılmalı və ya hansı yeni insanlarla əlaqə qurmalı olduğunuzu müəyyənləşdirin. Bugün edəcəyiniz strateji planlar gələcək peşəkar uğurlarınızın ən güclü zəmanətidir. Maliyyə sahəsində bugün ulduzlar sizi gözəlliyə və dəbdəbəyə pul xərcləmək mövzusunda xəbərdar edir. Tərəzilərin estetik zövqü olduqca yüksəkdir və bugün gözəl bir geyim, bəzək əşyası, kosmetik məhsul və ya ev üçün dəbdəbəli dekorativ elementlər almaq istəyiniz daxili dözümünüzü sınağa çəkə bilər. Bu tip xərclər sizi anlıq xoşbəxt etsə də, ümumi büdcənizdə ciddi balans pozuntusuna gətirib çıxara bilər. Alış-veriş etmədən əvvəl büdcənizi ciddi şəkildə nəzərdən keçirin və yalnız həqiqətən sizə lazım olan əşyaları alın. Gözlənilməz gəlirlər və ya keçmiş işlərinizdən qalan qonorarların bugün kartınıza daxil olması ehtimalı yüksəkdir. Lakin bu pul gələn kimi dərhal onu xərcləməyə tələsməyin. Maliyyə tərəzinizin tarazlığını qorumaq üçün yığımlarınıza xüsusi önəm verin. İnvestisiya etmək istəyirsinizsə, sənət əsərləri, daşınmaz əmlak və ya etibarlı, uzun müddətli fondlar sizin üçün ən uyğun variantlar ola bilər. Maliyyə məsələlərində ətrafdakıların təsiri altına düşməkdən qaçın və hər bir qərarınızı soyuqqanlı şəkildə analiz edin. Bugün sağlamlığınız birbaşa olaraq bədəninizdəki maye və mineral balansı ilə bağlıdır. Böyrəkləriniz və bel nahiyəniz bugün xüsusilə həssas ola bilər. Buna görə də gün ərzində bol su qəbul etməli, həddindən artıq duzlu və ya tərkibində süni qatqılar olan qidalardan uzaq durmalısınız. Soyuq havalardan və belinizi üşüdə biləcək cərəyanlardan özünüzü qoruyun. Zehni və emosional gərginliyi bədəninizdən atmaq üçün rəqs, yüngül gimnastika və ya yoga kimi estetik hərəkətlərlə zəngin idman növlərinə üstünlük verin. Musiqinin müalicəvi gücündən istifadə edin və gün ərzində sevdiyiniz melodiyaları dinləmək sinir sisteminizi inanılmaz dərəcədə sakitləşdirəcək. Həmçinin yuxu rejiminizə də xüsusi diqqət yetirməlisiniz. Bu gecə erkən yatmaq və bədəninizin hüceyrə səviyyəsində bərpasına imkan yaratmaq sabahki günə tam enerjili və gözəl əhval-ruhiyyə ilə başlamağınızın ən böyük sirridir. Əqrəb. Əqrəblər üçün 18 iyul 2026-cı il daxili gücün, intuisiyanın və gizli həqiqətlərin üzə çıxdığı son dərəcə sirli və təsirli bir şənbə günüdür. Su ünsürünün bu ən ehtiraslı, qərarlı və daxili dərinliyə malik nümayəndələri bugün özlərini adi günlərdən daha fokuslanmış və sirli hiss edəcəklər. Gökyüzünün maqnit enerjisi sizə həyatınızdakı lazımsız maskaları yırtıb atmaq, münasibətlərdə tam səmimiyyətə nail olmaq və daxili regenerasiya, yenilənmə prosesini başlatmaq üçün güclü bir təkan verir. Bugün sevgi həyatınızda ya hər şey, ya heç nə prinsipi hökm sürür. Yarımçıq hisslər, səthi maraqlar və ya formal münasibətlər bugün sizi qətiyyən təmin etməyəcək. Əgər həyatınızda kimsə varsa, onunla aranızda inanılmaz dərəcədə güclü bir emosional və fiziki cazibə hiss edə bilərsiniz. Partnyorunuzun gözlərinin içinə baxaraq onun ağlından keçən ən gizli fikirləri belə oxumaq qabiliyyətiniz bugün zirvədədir. Bu, həm münasibəti dərinləşdirmək, həm də əgər varsa, gizli şübhələri və qısqanclıqları ortadan qaldırmaq üçün əla fürsətdir. Sakit və səmimi bir etraf axşamı bütün qaranlıq məqamları işıqlandıra bilər, lakin sahiblənmə və nəzarət etmək istəyinizə bugün mütləq sərhəd qoymalısınız. Partnyorunuza öz şəxsi məkanını tanımaq münasibətlərinizin daha sağlam təməllər üzərində qurulmasına kömək edəcək. Subay əqrəblər üçün isə bugün ətrafdakı insanları sözün əsl mənasında hipnoz etmək gücünə malikdirlər. Sizin o sirli və maqnit baxışlarınız qarşı cinsin diqqətini dərhal özünə çəkəcək. Bugün baş tutacaq bir qarşılaşma və ya tanışlıq sıradan bir flört olmayacaq, o, ruhən bir-birinə bağlı iki insanın qarşılaşması kimi hiss edilə bilər.
Qorxularınızı kənara qoyun və hisslərinizin sizi aparacağı dərinliyə güvənin. Keçmişdə yaşanmış xəyanətlərin və ya məyusluqların bu gününüzü zəhərləməsinə imkan verməyin. Yeni bir başlanğıc üçün daxili gücünüz kifayət qədərdir. Peşəkar fəaliyyət sahəsində bu şənbə günü sizin üçün strateji təhlil və gizli məlumatların araşdırılması günüdür. Əgər bugün iş başındasınızsa, heç kimin fərqinə varmadığı detalları görəcək, mürəkkəb problemlərin arxasındakı əsl səbəbləri dərhal üzə çıxaracaqsınız. Əqrəb bürcləri çətin və böhranlı vəziyyətlərdə ən soyuqqanlı qərarları verən insanlardır. Bugün iş mühitində baş verə biləcək hər hansı bir gərginliyi öz lehinizə çevirməyi bacaracaqsınız. İstintaq, detektivlik, psixologiya, maliyyə auditi və ya elmi araşdırmalarla məşğul olan əqrəblər üçün bugün son dərəcə məhsuldardır. Yarımçıq qalmış tədqiqatlarınızı bitirə bilər və ya layihənizdəki ən böyük boşluğu dolduracaq bir tapıntı əldə edə bilərsiniz. Karyeranızda gələcək planlarınızı hələ ki hər kəslə bölüşməyin. Öz daxili strategiyanızı səssizcə qurun, rəqiblərinizi müşahidə edin və tam hazır olduğunuz anda hərəkətə keçin. Bugün rəhbərliklə və ya nüfuzlu şəxslərlə pərdəarxası danışıqlar aparmaq və gələcək dəstəyi təmin etmək üçün də əlverişlidir. Maliyyə məsələlərində bugün ulduzlar sizin tərəfinizdədir, lakin riskləri doğru idarə etmək şərtlə. Əqrəb bürcləri ortaq büdcə, miras, bank kreditləri, sığorta və ya vergilər mövzusunda kifayət qədər təcrübəlidirlər. Bugün bu sahələrdə olan işlərinizi nizamlamaq, borcları tənzimləmək və ya yeni bir maliyyə mənbəyi tapmaq üçün gözəl fürsətlər yarana bilər. Ortaqlıqla görülən işlərdən və ya ailə büdcəsindən gələn əlavə gəlirlər sizi sevindirə bilər. İnvestisiya sahəsində bugün daxili intuisiyanıza son dərəcə etibar edə bilərsiniz. Çoxlarının riskli gördüyü, lakin sizin gələcək vəd etdiyini hiss etdiyiniz bir layihə yaxın aylarda sizə böyük qazanc gətirə bilər. Yenə də hər hansı bir müqaviləyə imza atmazdan əvvəl hüquqi sənədləri və kiçik hərflərlə yazılmış bəndləri diqqətlə oxumağı unutmayın. Plansız xərclərdən qaçın, lakin öz inkişafınız, təhsiliniz və ya daxili dincliyiniz üçün edəcəyiniz xərcləri israf hesab etməyin. Pulun sizin üçün sadəcə bir mübadilə vasitəsi deyil, böyük bir güc aləti olduğunu unudub, onu doğru idarə edin. Bugün fiziki sağlamlığınız birbaşa olaraq daxilinizdə saxladığınız emosional yüklərlə bağlıdır. Əgər qəzəb, kin və ya stressi içərinizə atırsınızsa, bu özünü bədəndə kəskin ağrılar, immun sisteminin zəifləməsi və ya daxili iltihablanma kimi göstərə bilər. Daxili təmizliyə xüsusi önəm verin, keçmiş inciklikləri və sizi yoran negativ duyğuları sərbəst buraxmaq bugün ən yaxşı dərmanınız olacaq. Uroloji sisteminiz və çanaq nahiyəniz bugün daha həssas ola bilər. Soyuq dəymələrdən qorunun və bol maye qəbul edin. Bədəninizi toksinlərdən təmizləmək üçün bugün bitki çayları, xüsusilə zəncəfil və ya yaşıl çay və antioksidantlarla zəngin qidalar qəbul edin. Fiziki olaraq isə bədənin dözümlülüyünü artıran, daxili gücü üzə çıxaran döyüş sənətləri, ağır templi qaçış və ya daxili enerjini tənzimləyən dərin meditasiya məşqləri sizə çox yaxşı təsir edəcək. Axşam saatlarında isə tamamilə səssiz bir mühitdə, telefon və texnologiyadan uzaq qalaraq özünüzlə tək qalmaq ruhunuzu yenidən canlandıracaq. Oxatan. Oxatanlar üçün 18 iyul 2026-cı il geniş üfüqlər, macəra ruhu və daxili azadlıq axtarışlarının ön plana çıxdığı enerji dolu bir şənbə günüdür. Od ünsürünün bu optimist, macərapərəst və hər zaman bir addım irəliyə baxan nümayəndələri üçün bugün sanki yeni bir kəşf səyahətinin başlanğıcıdır. Gökyüzünün genişləndirici enerjisi sizin daxili həvəsinizlə birləşərək, darıxdırıcı və rutin işlərdən qaçıb, sizi ruhlandıran yeni məkanlara, fikirlərə və insanlara doğru istiqamətləndirir. Bugün sevgi həyatınızda ehtiras, səyahət ruhu və birgə kəşf etmək istəyi ön plandadır. Əgər həyatınızda kimsə varsa, onunla birlikdə şəhərdən uzaqlaşmaq, yeni bir yer kəşf etmək, bəlkə də heç vaxt getmədiyiniz bir məkana səyahət etmək münasibətlərinizə inanılmaz bir təravət gətirəcək. Oxatanlar üçün sevgi, iki insanın birlikdə böyüməsi və dünyanı kəşf etməsidir. Bugün partnyorunuzla söhbətlərinizin məzmunu yüksək ideallara, gələcək xəyallara və yeni üfüqlərə yönələcək. Lakin bu azadlıq eşqi ilə partnyorunuzu unutmamalı və onu öz planlarınızın bir parçası etməlisiniz. Bəzən öz müstəqilliyinizə o qədər çox diqqət yetirirsiniz ki, partnyorunuzun sizə olan ehtiyacını və ya onun yanında olmaq istədiyini nəzərdən qaçıra bilərsiniz. Ona da sizinlə bərabər bu macərada yer verin. Subay oxatanlar üçün isə bugün əsl macəra günüdür. Yeni bir tanışlıq üçün ən yaxşı mühit sosial şəbəkələrdən kənarda, real dünyada, səyahətlərdə, idman tədbirlərində və ya fərqli mədəniyyətlərin bir araya gəldiyi məclislərdə baş verəcək. Sizin o şən, səmimi və macərapərəst enerjiniz qarşı tərəfi dərhal cəlb edəcək.
Başlayan bir münasibət dərhal ciddi bir öhdəliyə çevrilməsə də, sizin üçün həyatın dadını çıxarmaq və yeni təcrübələr qazanmaq baxımından çox maraqlı və unudulmaz olacaq. Hisslərinizi yaşayın, lakin gələcək üçün vədlər verərkən bir qədər təmkinli olun. Peşəkar fəaliyyət sahəsində bu şənbə günü sizin üçün yeni biliklər əldə etmək və iş mühitini daha geniş bir müstəviyə çıxarmaq üçün əla fürsətdir. Oxatan bürcləri karyerada yüksəlməyi, dünyəvi uğuru və başqalarına ilham verməyi sevirlər. Əgər bugün işləyirsinizsə, yeni layihələr təklif etmək, rəhbərliyi və ya komandanızı öz gələcək vizyonunuza inandırmaq üçün əla gündür. Sizin o coşqun və optimist enerjiniz hər hansı bir çətinliyin öhdəsindən gəlməkdə ən böyük yardımcınız olacaq. Xarici əlaqələr, turizm, təhsil, hüquq, nəşriyyat və ya mediada çalışan oxatanlar üçün bugün qapılar daha geniş açılır. Beynəlxalq layihələrdə iştirak etmək və ya geniş auditoriyaya çıxış əldə etmək üçün gözəl fürsətlər yarana bilər, lakin işin detallarını və bürokratik tərəflərini qətiyyən unutmayın. Böyük şəkli görmək qabiliyyətiniz sizi uğura aparır, amma kiçik detalları gözdən qaçırmaq sizi məqsədinizə gedən yolda ləngidə bilər. Planlarınıza bir qədər intizam və zaman qrafiki əlavə edin. Sizin bu cəsarətli və vizyoner yanaşmanız hər kəsə nümunə olacaq. Maliyyə sahəsində bugün oxatanlar özlərini çox cömert və riskə hazır hiss edirlər. Yeni yatırımlar, səyahət planları və ya təhsil xərcləri büdcənizin böyük bir hissəsini əhatə edə bilər. Bu xərclər sizin inkişafınız üçün vacibdirsə, özünüzü məhdudlaşdırmayın, lakin hər şeyi kör-körənə etməyin. Maliyyə vəziyyətinizi qorumaq üçün gəlir və xərclərinizin balansı üzərində biraz düşünmək faydalı olacaq. İnvestisiya sahəsində bugün yeni və yenilikçi sahələrə, texnologiyaya və ya təhsilə yatırılan pullar uzun müddətli perspektivdə sizə böyük gəlirlər vəd edir. Gözlənilməz bir yerdən gələn pul və ya uğurlu bir kommersiya sövdələşməsi əhvalınızı xeyli yüksəldə bilər. Ancaq pul gəldi, xərcləyim fəlsəfəsindən uzaq durun. Gələcəyiniz üçün bir miqdar yığım etmək və ya uzun müddətli maliyyə məqsədlərinizə çatmaq üçün büdcənizi optimallaşdırmaq hər zaman daha ağıllıca bir yanaşmadır. Sizin üçün pul həm də dünyanı görmək və azadlığınızı qorumaq üçün bir vasitədir, ona məsuliyyətlə yanaşın. Bugün fiziki sağlamlığınız hərəkətlə və təmiz hava ilə birbaşa əlaqəlidir. Oxatan bürcləri hərəkətsiz qalmağı sevmir, uzun müddət bir yerdə otursanız, enerjinizin bloklandığını və ruhən darıxdığınızı hiss edə bilərsiniz. Buna görə də gününüzü aktiv keçirin. Xüsusilə bud və çanaq nahiyənizə, qaraciyərinizə və tənəffüs sisteminizə diqqət yetirin. Açıq havada qaçış, velosiped sürmək, üzgüçülük və ya təbiət qoynunda gəzintilər bugün sizin üçün ən yaxşı bərpa üsuludur. Bədəninizi yoran və enerjinizi azaldan ağır, yağlı qidalardan və həddindən artıq şirin içkilərdən uzaq durun. Bol su qəbul etmək və təzə tərəvəzlərlə qidalanmaq bədəninizin fəaliyyətini tam tənzimləyəcək. Ruhən dincəlmək üçün isə yeni bir yerə getmək, yeni bir musiqi dinləmək və ya sizi maraqlandıran bir mövzuda sənədli film izləmək sizin daxili hüzurunuzu bərpa edəcək. Unutmayın ki, sizin ən böyük gücünüz və sağlamlığınızın açarı daima öyrənmək, hərəkət etmək və optimist qalmaqdır. Bugün bu enerjinizi ən yüksək səviyyədə saxlayın. Oğlaq. Oğlaqlar üçün 18 iyul 2026-cı il həm daxili intizamın, həm də gələcəyə yönəlmiş ciddi təməllərin atıldığı əhəmiyyətli bir şənbə günüdür. Torpaq ünsürünün bu ən məsuliyyətli, strateji düşünən və zirvəyə addım-addım dırmaşan nümayəndələri bugün özlərini hər zamankından daha qərarlı və realist hiss edəcəklər. Göy üzünün nizamlı enerjisi sizin daxili prinsiplərinizlə tam üst-üstə düşür. Bugün həyatınızın idarəsini tam olaraq əlinizə almaq, xaotik duyğulardan arınıb konkret hədəflərə kilidlənmək üçün mükəmməl bir zamandır. Bugün sevgi həyatınızda boş vədlərdən, ötəri həvəslərdən uzaq, tamamilə güvən və ciddiyyət axtarışında olacaqsınız. Oğlaq bürcləri üçün sevgi təkcə hisslərin alovlanması deyil, həm də çətin anlarda bir-birinə dayaq ola bilməkdir. Əgər həyatınızda kimsə varsa, onunla birlikdə gələcək ailə büdcəsini, ev və ya daşınmaz əmlak planlarını müzakirə etmək üçün ideal bir gündür. Partnyorunuz sizin bu soyuqqanlı, lakin son dərəcə etibarlı duruşunuzdan böyük bir rahatlıq tapacaq. Münasibətdə ehtiraslı sözlərdənsə real əməllərinizlə sevginizi göstərməyi üstün tutacaqsınız, lakin yeganə diqqət etməli olduğunuz məqam, hisslərinizi həddindən artıq daxilinizə kilidləməməkdir. Partnyorunuza qarşı bir qədər yumşaq, şəfqətli və hisslərinizi ifadə edən tərəfinizi göstərməkdən çəkinməyin. Divarları biraz endirmək münasibətinizə gözəl bir səmimiyyət gətirəcək. Subay oğlaqlar üçün isə bugün ulduzlar deyir ki, yeni tanışlıqlar dərhal ildırım sürəti ilə başlamayacaq. Sizin diqqətinizi cəlb edəcək insan mütləq şəkildə həyatda mövqeyi olan, intizamlı və məqsədyönlü biri olmalıdır.
Ola bilsin ki, iş mühitində, rəsmi tədbirlərdə və ya ciddi bir seminar zamanı kiminləsə maraqlı ünsiyyətiniz baş tutsun. Bu insanla münasibət ilk baxışdan dostluq və ya peşəkar əməkdaşlıq kimi başlasa da, zamanla çox möhkəm və ciddi bir tərəfdaşlığa, sevgiyə çevrilə bilər. Tələsməyin, qətiyyətli addımlarla irəliləyin və daxili səsinizə güvənin. Peşəkar fəaliyyətinizdə bu şənbə günü sizin üçün əsl fərdi liderlik və idarə etmə günüdür. Oğlaqlar iş fəaliyyətlərində hər zaman ən yüksək standartları hədəfləyirlər və bugün siz öz işinizi elə bir professionallıqla icra edəcəksiniz ki, heç kimin sizə irad tutmağa bəhanəsi olmayacaq. Həftə sonu olmasına baxmayaraq, əgər işləyirsinizsə, böyük layihələrin idarə olunması, təşkilati məsələlər və ya rəhbərliklə mühüm danışıqlar aparmaq üçün ulduzlar sizə tam dəstək verir. Əgər bugün dincəlirsinizsə, beyniniz yenə də boş dayanmayacaq. Öz şəxsi biznesinizi qurmaq və ya mövcud işinizi necə daha səmərəli etmək barədə strateji planlar hazırlayacaqsınız. Sizə mane olmaq istəyən və ya işinizi ləngidən insanlara qarşı soyuqqanlı və məsafəli olun. Sizin arqumentləriniz hər zaman faktlara söykənir, buna görə də hər hansı bir professional mübahisədən qalib çıxmaq sizin üçün çox asandır. Öz gücünüzü və vaxtınızı lazımsız xırda detallara deyil, yalnız böyük hədəfə yönəldin. Maliyyə baxımından bugün Oğlaq bürcləri üçün tam bir nəzarət və hesabat günüdür. Siz pullarınızı necə idarə edəcəyinizi çox yaxşı bilirsiniz və bugün daxili qənaət, uzun müddətli investisiyalar etmək istəyiniz üstünlük təşkil edəcək. Plansız xərclərdən uzaq duracaq, hər qəpiyin hara getdiyini dəqiqliklə qeyd edəcəksiniz. Bu, əslində sizin gələcək maliyyə müstəqilliyiniz üçün böyük bir üstünlükdür. İnvestisiya planlarınız varsa, xüsusilə daşınmaz əmlak, torpaq sahəsi və ya dövlət istiqrazları kimi ən etibarlı və risk dərəcəsi minimum olan sahələrə yönəlmək sizə yaxın gələcəkdə böyük qazanc vəd edir. Gözlənilməz kiçik bir məsrəf ortaya çıxsa belə, sizin əvvəlcədən hazırladığınız təhlükəsizlik balışı sayəsində bu xərc büdcənizdə heç bir boşluq yaratmayacaq. Kimsə sizdən borc istəyərsə, bugün daxili intuisiyanıza güvənərək qərar verin, geri qaytarılma ehtimalı aşağı olan pulları verməkdənsə diplomatik şəkildə imtina etmək daha yaxşıdır. Bugün fiziki sağlamlığınızda xüsusilə sümüklər, oynaqlar, dişlər və diz nahiyəsinə diqqət yetirməlisiniz. Oğlaq bürcləri gərgin iş rejimində bədənlərini tamamilə unuda bilirlər, lakin bugün bədəninizin istirahətə, kalsium balansının bərpasına və yüngül hərəkətlərə ehtiyacı var. Ağır yüklər qaldırmaqdan və ya oynaqlarınızı zədələyə biləcək kəskin hərəkətlərdən qaçın. Bədəninizdəki daxili gərginliyi və stresi atmaq üçün ilıq vanna qəbul etmək, duz terapiyası və ya dincəldici kürək masajı sizə çox yaxşı təsir edəcək. Qidalanma rejiminizdə kalsium və maqneziumla zəngin olan qidalara, süd məhsullarına və göyərtilərə üstünlük verin. Zehninizi sakitləşdirmək üçün isə axşam saatlarında tamamilə səssiz qalmaq, bəlkə də gələcəklə bağlı qeydlər aparmaq və ya sadəcə təbiətin səsinə qulaq asaraq dincəlmək daxili gücünüzü yenidən zirvəyə daşıyacaq. Dolça. Dolçalar üçün 18 iyul 2026-cı il daxili azadlıq, orijinal ideyalar və gələcəyə baxış bucağını tamamilə yeniləmək üçün mükəmməl bir şənbə günüdür. Hava ünsürünün bu intellektual, humanist və qayda qanunları sındırmağı sevən nümayəndələri bugün özlərini hər zamankından daha müstəqil hiss edəcəklər. Gökyüzünün vizyoner enerjisi sizin daxili fərqliliyinizlə birləşərək ətrafınızdakı insanlara tam fərqli bir pəncərədən baxmaq, qəlibləşmiş düşüncələrdən qurtulmaq və gələcək hədəflərinizə fərqli bir yol xəritəsi çəkmək imkanı verir. Bugün sevgi həyatınızda hər şeydən öncə dostluq, intellektual bərabərlik və şəxsi sərhədlərə hörmət ön plandadır. Dolçalar üçün sevgi bir-birini boğmaq və ya idarə etmək deyil, iki müstəqil ruhun eyni istiqamətə baxa bilməsidir. Əgər həyatınızda kimsə varsa, bugün partnyorunuzla birlikdə fəlsəfi, elmi və ya sosial mövzular haqqında müzakirələr etmək, fərqli bir mövzuda film izləmək və ya dost mühitlərinə qatılmaq aranızdakı bağı inanılmaz dərəcədə təravətləndirəcək. Onu sadəcə sevgiliniz kimi deyil, ən yaxın sirdaşınız və yol yoldaşınız kimi hiss edəcəksiniz. Lakin partnyorunuz sizdən daha çox emosional yaxınlıq, romantik və bəlkə də bir qədər dramatik hisslər gözləyirsə, sizin bu rasional və bir qədər soyuqqanlı münasibətiniz onda uzaqlaşma təəssüratı yarada bilər. Aradakı balansı qorumaq üçün hisslərinizi səmimi bir şəkildə ifadə etməyi və qarşı tərəfə onun sizin üçün nə qədər unikal olduğunu xatırlatmağı unutmayın. Subay dolçalar üçün isə bugün gözlənilməz, qeyri-adi tanışlıqlar vəd edir. Yeni bir insanla qarşılaşma tamamilə qeyri-ənənəvi bir mühitdə, bəlkə də texnoloji bir sərgi salonunda, xeyriyyə cəmiyyətinin tədbirində və ya internet üzərindəki ortaq maraq qrupunda baş tuta bilər. Sizin o intellektual, bir qədər sarkastik və fərqli yumor hissiniz qarşı tərəfi dərhal cəlb edəcək.
Başlayan bu ünsiyyət sürətli bir aşka çevrilməsə belə, həyatınıza çox fərqli bir rəng qatacaq güclü bir dostluğun təməlini qoya bilər. Gözləntilərinizi sərbəst buraxın və anın sənə gətirdiyi fərqli təcrübələrin dadını çıxarın. Peşəkar fəaliyyət sahəsində bu şənbə günü sizin üçün əsl yaradıcılıq və innovasiya dövrüdür. Dolçalar gələcəyin texnologiyalarını, fərqli metodologiyaları və köhnəlmiş sistemlərin yenilənməsini hər kəsdən tez hiss edirlər. Əgər bugün fərdi layihələriniz üzərində işləyirsinizsə və ya fəaliyyətinizlə bağlı strateji planlar qurursunuzsa, ağlınıza gələn ideyaları mütləq bir kənara yazın. Sosial layihələr, rəqəmsal incəsənət, elm və ya qrup fəaliyyətləri ilə məşğul olan dolçalar üçün bugün son dərəcə məhsuldar və uğurlu keçəcək. İş mühitində sizin fərdi azadlığınızı məhdudlaşdırmaq istəyən rəsmi çərçivələrə və ya köhnə qaydalara qarşı daxili bir üsyan hiss edə bilərsiniz. Belə anlarda aqressiv və ya dağıdıcı reaksiya vermək yerinə öz ideyalarınızın səmərəliliyini vizual və məntiqi arqumentlərlə sübut edin. Sizin vizyoner yanaşmanız hər kəsin diqqətini cəlb edəcək və yaxın günlərdə böyük bir komandanın liderliyinə dəvət ala bilərsiniz. Müstəqilliyiniz sizin ən böyük gücünüzdür, lakin komanda oyununun vacibliyini də unutmayın. Maliyyə məsələlərində bugün dolçalar üçün qeyri-ənənəvi və maraqlı qərarlar vermək dövrüdür. Sürətli zənginləşmək və ya asan yoldan qazanc əldə etmək kimi vədlərdənsə, tamamilə yeni və inkişaf etməkdə olan sahələrə investisiya etmək barədə düşünə bilərsiniz. Məsələn, rəqəmsal aktivlər, texnoloji startaplar və ya yaşıl enerji kimi sahələr sizin diqqətinizi çəkə bilər. Bu sahələrdə daxili intuisiyanıza güvənin, lakin hər hansı bir addım atmadan əvvəl mütləq analitik araşdırmalar aparın. Büdcənizdə bugün xüsusilə texnoloji avadanlıqlar, proqram təminatı və ya fərdi inkişafınızla bağlı təlimlər üçün müəyyən xərclər ortaya çıxa bilər. Bu xərclər əslində sizin gələcəyinizə yatırılan bir investisiya olduğu üçün büdcənizi sarsıtmayacaq, əksinə yaxın aylarda sizə daha böyük gəlirlər şəklində geri dönəcək. Lakin dost-tanışla bərabər keçirəcəyiniz əyləncəli məclislərdə və ya sosial tədbirlərdə həddindən artıq əliaçıq olmaqdan çəkinin. Öz maliyyə sərhədlərinizi və planlarınızı hər zaman ön planda saxlayın ki, gələcəkdə hər hansı bir gərginliklə qarşılaşmayasınız. Bugün fiziki sağlamlığınızda, xüsusilə sinir sisteminizə, qan dövranınıza və baldır nahiyənizə diqqət yetirməlisiniz. Zehni fəallığınızın çox yüksək olması bədəninizin həddindən artıq gərginləşməsinə və yuxusuzluğa səbəb ola bilər. Sinir sisteminizi sakitləşdirmək üçün rəqəmsal cihazlardan telefon, planşet, kompüter uzaq qalmaq, bədəninizi off rejiminə keçirmək bugün sizin üçün ən vacib addımdır. Qaçış və ya ağır idman məşqləri yerinə, daxili enerjinizi tarazlaşdıracaq və qan dövranınızı sürətləndirəcək yüngül yoga, dartınma, stretching məşqləri və ya açıq havada sakit gəzintilərə üstünlük verin. Qidalanmada isə sinir sistemini qoruyan, maqneziumla zəngin olan qidalara, qoz, fındıq, ispanaq və mövsümü meyvələrə üstünlük verin. Zehninizi sakitləşdirmək üçün isə axşam saatlarında tamamilə səssiz qalmaq, meditativ musiqilər dinləmək və ya dincəldici bitki çayları qəbul etmək bədəninizin hüceyrə səviyyəsində bərpasına və sabahki günə tam güclü, gümrah başlamanıza yardım edəcək. Balıqlar. Balıqlar üçün 18 iyul 2026-cı il daxili səsin ən uca tondan danışdığı, yaradıcı xəyal gücünün sərhəd tanımadığı və mənəvi ucalığın ön plana çıxdığı möhtəşəm bir şənbə günüdür. Su ünsürünün bu ən emosional, sirli və xəyalpərəst nümayəndələri bugün özlərini sanki iki fərqli dünya arasında, real həyatın tələbləri ilə öz daxili dünyalarının rəngarəngliyi arasında hiss edə bilərlər. Gökyüzünün dərin enerjisi sizə hisslərinizi sənətə çevirmək, ətrafınızdakı insanlara qarşı empatiyanızı ən yüksək səviyyədə nümayiş etdirmək və ruhunuzu yoran bütün negativ yüklərdən birdəfəlik azad olmaq üçün unikal imkanlar təqdim edir. Bugün sevgi həyatınızda romantika, mənəvi bağlılıq və qarşılıqsız fədakarlıq hissləri zirvə nöqtəsinə çatacaq. Balıqlar üçün sevgi sadəcə iki insanın fiziki bərabərliyi deyil, iki ruhun bir-biri ilə tam qovuşmasıdır. Əgər həyatınızda kimsə varsa, bugün partnyorunuza qarşı son dərəcə şəfqətli, anlayışlı və qoruyucu olacaqsınız. Onun ən xırda narahatlığını belə sözsüz hiss edib, ona daxili hüzur bəxş etmək istəyəcəksiniz. Birlikdə dəniz kənarında gəzintiyə çıxmaq, sakitləşdirici musiqi sədaları altında şam yeməyi yemək və ya sadəcə bir-birinizə sarılaraq səssizliyi paylaşmaq aranızdakı bağları inanılmaz dərəcədə gücləndirəcək. Lakin özünüzü tamamilə qarşı tərəfə fəda etmək instinktinizə bir qədər diqqət yetirməlisiniz. Sevgidə sərhədləri tamamilə itirmək və partnyorunuzun hər bir problemini öz probleminiz kimi yaşamaq sizi ruhən və fiziki olaraq tükəndirə bilər. Unutmayın ki, sağlam bir münasibət iki müstəqil fərdin qarşılıqlı dəstəyi üzərində qurulmalıdır. Subay balıqlar üçün isə bugün əsl xəyal və sehr günüdür.
Ulduzlar göstərir ki, daxili intuisiyanız sizi heç gözləmədiyiniz bir məkanda, bəlkə də bir sənət qalereyasında, kitab kafesində və ya təbiət qoynunda tamamilə sizinlə eyni tezlikdə olan bir insanla qarşılaşdıra bilər. Bu insanla söhbətə başladığınız ilk andan etibarən sanki onu illərdir tanıyırmışsınız kimi bir hiss daxilinizi bürüyə bilər. Real həyatın çərçivələrini bir kənara qoyun və ürəyinizin pıçıltılarına qulaq asın. Keçmişdə aldığınız yaraların sizi yeni bir xoşbəxtlikdən məhrum etməsinə imkan verməyin, bugün sevginin müalicəvi gücünə inanın və qəlbinizi səmimiyyətə açın. Peşəkar müstəvidə bu şənbə günü sizin üçün yaradıcı layihələr, dizayn, yazı və insan psixologiyası ilə bağlı sahələrdə inanılmaz bir inkişaf vəd edir. Balıqların sahib olduğu vizual təxəyyül və yaradıcı güc bugün zirvədə olacaq. Əgər yaradıcı bir sahədə çalışırsınızsa, beyninizdə yaranan fərqli və qeyri-adi ideyaları mütləq kağıza köçürün, onlar yaxın gələcəkdə sizə böyük uğur və tanınma gətirə bilər. Bugün insanlarla birbaşa təmasda olmaq, onlara yardım etmək və ya sosial məsuliyyət layihələrində iştirak etmək sizə həm peşəkar məmnuniyyət, həm də daxili hüzur bəxş edəcək. İş mühitində baş verə biləcək rəqabətlərdən, kobud və soyuq söhbətlərdən uzaq durmağa çalışın. Sizin o zərif və sülhsevər təbiətiniz belə mühitlərdə asanlıqla yaralana bilər. Əgər bugün bəzi sənədlərlə və ya rəsmi işlərlə məşğul olmalısınızsa, diqqətinizi cəmləməkdə çətinlik çəkə bilərsiniz, çünki beyniniz xəyallarla məşğul olacaq. İşlərinizi kiçik hissələrə bölün və hər hissədən sonra özünüzə qısa istirahət fasilələri verin, özünüzə inanın və heç kimin sizin peşəkar bacarıqlarınızı şübhə altına almasına icazə verməyin. Sizin səmimiyyətiniz və insanları anlamaq qabiliyyətiniz ən çətin işgüzar danışıqları belə uğurla tamamlamağınıza kömək edəcək. Maliyyə sahəsində bugün balıqlar üçün bir qədər realist və ayıq-sayıq olmaq tələb olunur. Sizin o məşhur əli açıqlığınız və köməksevərliyiniz bugün bəzi insanların sizdən maddi məqsədlər üçün istifadə etməsinə şərait yarada bilər. Kimsə sizdən borc istədikdə və ya yardım tələb etdikdə daxili mərhəmətinizlə deyil, soyuq məntiqlə qərar verməyə çalışın. Həqiqətən ehtiyacı olan insanlarla sizi sadəcə manipulyasiya edənləri bir-birindən ayırmağı öyrənməlisiniz. Büdcənizdə bugün incəsənət, musiqi, meditasiya və ya daxili hüzurunuzu artıracaq rəngarəng əşyalar üçün müəyyən xərclər çıxa bilər. Bu tip alış-verişlər ruhunuzu oxşasa da, ümumi maliyyə tarazlığınızı pozmayacaq həddə saxlanmalıdır. İnvestisiya planlarına gəlincə, bugün böyük risklər etmək, tanımadığınız və güvənmədiyiniz sahələrə pul yatırmaq qətiyyən tövsiyə olunmur. Ulduzlar göstərir ki, gəlirlərinizi artırmaq üçün fərqli və yaradıcı bir yol tapmaq ərəfəsindəsiniz. Bu, hobbinizi gəlir gətirən bir sahəyə çevirmək və ya fərdi xidmətlərinizdən əlavə qazanc əldə etmək ola bilər. Maliyyə intizamını qorumaq bugün gələcək maddi azadlığınızın ən böyük açarıdır. Bugün fiziki və emosional sağlamlığınız birbaşa olaraq ətraf mühitin enerjisindən necə qorunmağınızla bağlıdır. Balıq bürcləri sanki bir süngər kimidirlər, ətraflarında olan bütün negativ enerjini və insanların gərginliyini dərhal özlərinə çəkirlər. Bu isə günün sonunda daxili tükənmə, ayaq nahiyəsində ağrılar və ya ümumi halsızlıq şəklində özünü göstərə bilər. Enerjinizi təmizləmək üçün bugün tez-tez əllərinizi və üzünüzü soyuq su ilə yuyun, imkan varsa dəniz və ya çay kənarında vaxt keçirin, ayaqlarınız və immun sisteminiz bugün xüsusilə həssas ola bilər. Rahat ayaqqabılar geyinməyə, ayaqlarınızı soyuqdan qorumağa və bitki mənşəli isti vannalarla onları rahatlatmağa çalışın. Qidalanmada isə bədəni toksinlərdən təmizləyən yaşıl tərəvəzlərə, meyvələrə və bol təmiz suya üstünlük verin. Ruhunuzu dinləndirmək üçün isə axşam saatlarında meditasiya etmək, dua etmək, rəsm çəkmək və ya sadəcə sevdiyiniz bir musiqinin sədaları altında gözlərinizi yumub xəyala dalmaq daxili batareyanızı tamamilə dolduracaq və sizi yeni günə mükəmməl şəkildə hazırlayacaq.